gün öncə Abşeron rayonu Masazır qəsəbəsində ölümlə nəticələnən qəzanın bəzi təfərrüatları məlum olub. Qəzada həyatını itirən Qurbanəli Ağaoğlu Əlizadə Fatmaya qəbirstanlığında dəfn olunub. Ailəsi onu xonçalarla, vağzalı musiqisinin sədaları ilə son mənzilə yola salıb. Onun ailənin yeganə oğlu olduğu məlum olub. Qəzanın an-ban videosunda BMW markalı minik avtomobilinin yüksək sürətlə Hyundai ilə toqquşması görünür. Qeyd edək ki, nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb, lakin Qurbanəli Ağaoğlu Əlizadə öz maşınında yanaraq dünyasını dəyişib.